Esselamu Aleyküm Rahmetullah, değerli dostlar. Növbəti işimizi yekunlaşdırdıq. İstəyirəm individual ekskursiya eləyək. Bu bizim qonaq otağımızdır. Batılıqda bu cür figur, bu cür tevestin. Hələ qurumayıb tevestin. Dünən sular boyunu qutarmışıq. Hələ qurumayıb. Bu bizim mətbəximizdir. Tarsovka dekorasiya işini gördük. Bir sıla lak vurulub, bir sıla lak qalıb. Şampan və bej rəngi istifadə eləmişik. O tarsovkası çox incə ştusurla vurduğumuza görə uzaqdan görsənmir. Telefonda yəni yaxşı düşmür. Belə gözlə görəndə maşallah çox səliqəli görsənir. Xeyirli olsun. Batılığımız da asma tavandır. Böyük otaqda bu. Taxtın sağa soluna figur yığılıb. Bir də batılıqda belə. Həmçinin alçılan figur. Küçük otağımız var, işçi. Sadədir. Diş patoloq, paldırası, gizli karnizlə, bir də kaboy. Böyle sadə tekstura lamboydu. Burada lampa yanıb. Həmçinin eyni razmerdə otaqdır, paduqa, düz patolog. Bir də sadə lamboy yanıb. Bu isə koridordur. Sadə xonça figur yığılıb, içinə də asma tavan. Aboy qutarmışıq, kantlarını yekunlaşdırmışıq. Tam hazırdır. Xeyirli olsun, mübarək olsun. Növbəti işlərimizdə görüşənədək inşallah.